Herkese salamlar. Bugün ailəvi manqal workshopumuza dəvətlisiniz. Amma ondan öncə qış yuxusundan oyanmış tısbağalarımıza baxırıq və burada mənim ayağıma 5 nömrə böyük şəbtlərimi görürsünüz. Necə mükəmmələm. Burada şlanqı darta-darta gətirirəm ki, su tısbağamızın yuvasını quraq. Su tısbağamız da var, bəli. Burada 2 daşın arasında özünü çəkən bacım. Boyum qədər olan lapatka ilə sizə poz kəsməyə çalışıram. Sonra da lapatka ilə kənarlarına torpaq atmağa çalışıram ki, tısbağamız rahat keçsin, üssün suda. Burada da geri zekalı kardeşlerimin rəqslərini görürsünüz. Sonra da mən doldurmağa devam edirəm. Yazıq canım, mənim başqa işim yoxmuş kimi tısbağalarla uğraşmaya çalışıyorum. Eməkli amcalar kimi. Burada da tısbağamızı çimizdiririk. Bəlkə də heç çimmək istəmirik. Prosta boğa-boğa çimizdiririk yəni. Yazıqları tam olaraq bezdiririk. Bəlkə də dilə gəlsələr nələr deyəcək bu heyvanlar. Sonra da heyvanlarımızı çox bezdirdik. Biraz da sevəliyək deyirik. Biraz da balaca tısbağa üçün yer qoymuşduq, amma sığa bilmədi yazıq. Sonra da hazırlaşırıq və gedirik qanat falan almağa manqal üçün. Yaz gəlib deyə çox mutluyuq deyəsən. Hüseynlə burada oyun falan veririk maşında. Sonra ətlərimizi aldıq gəldik və atam sağ olsun eləməyə başlayır. Belə manqalı falan düzəldir. Biz də o sırada təbii ki biraz əylənirik. Sonra da bağımızda olan ən qəşəng gülü seçib sizin üçün çəkirəm ki, elə bilin ki bütün bağımız elədir. Sonra da yerlənçəkdə ac pişiklər kimi ətə baxa-baxa nə vaxt pişəcəyini gözləyirik. Belə sizə atamın Nusret kimi duz səpişində çəkmişəm burada ətin üstünə. Sonra burada biraz hamarat girl olmaq istədim. Belə daşımağa çalışdım. Az qala yıxılırdım, amma palet eləməməyə çalışdım. Burada nənəm romantik olduğu üçün video çəkəcəyimi gördüyü kimi çiçək falan verdi ki, get süfrənin üstünə qoy. Artıq süfrəni hazırlayırıq və ətlər də pişdiyinə görə keçib oturub onları yeyirik. Üstündən 5 dəqiqə keçəndən sonra da çay içmək qərarına gəlirik. Ona görə qablarımı mən daşıyıram. Daşıyarkən nənəm dedi ki, 100% qırassan bunları. Mən qırmadım, ona görə burada gürurlu baxışlar atıram sizə. Burada da anamın günəşdən qorunmaq üçün girdiyi tripləri görürsünüz və günün axırında maalesef dərslə bitirirəm. Əgər belə videoların davamının gəlməsini istəyirsinizsə bəyənin. Sağ olun.